Ən çox gələn suallardan biri isə effektiv proqram, effektiv hərəkət. Məsləhətim ola bilər ki, boş-boş şeylərə zaman itirməyin. Özünüzə uyğun bir plan qurun, onunla davam edin. Yəni, zəif bölgən sənin kürəkdirsə, o hissəyi yükləyirsən, sinədirsə, sinəni yükləyirsən. Sehirli bir proqram, tez bir nəticə burada olmayacaq. Sən uzun müddətli bir məqsədlər qoymalısan və ona doğru irəliləməlisən. Yəni, keyfiyyətli proqram və keyfiyyətli hərəkət onu saymaq olar ki, hansını ki, sən düzgün yerinə yetirirsən, İstər bu hərəkət, yəni bu hərəkəti mən də edə bilərəm, başqası da edə bilər. Kim bunu daha keyfiyyətli edirsə, o da onun üçün ən effektiv olur. Bilirəm, çoxlarınız oturursunuz internetdə, professionalları izləyirsiniz, professionalların proqramını təşkilləyirsiniz. Ya da hətta bir-iki nəfər görmüşəm, ChatGPT-dən proqram alıbdır. ChatGPT sənə nə proqram verəcək? Onda teoriya var, praktika yoxdur. Praktikanı sən öz üzərində yoxlamalısan. Ya da praktika olan insanlardan məsləhət almalısan. Yəni, o misal üçün verdi sənə incline chest press. Onu gəldin, oturdun. Əminsən ki, onu düzgün yerdə yetirmisən. Kənardan qiymət verən yoxdur axı. ChatGPT sənə yazdı, proqramı verdi. O səndən soruşmur, sən bunu necə yerinə yetirmirsən, düz etmirsən ya da səni görmür. Ona görə praktika daha vacibdir. Teoriyada yazılanlar öz yerində, praktika öz yerində. Sən teoriya ilə inkişaf etmirsən, sən burada zalda praktika ilə inkişaf edirsən.